İndi isə ətraflı. Ağdamın Xıdırlı kənd sakinləri növbəti dəfə qarşılanır. Bu mərhələdə kəndə 13 ailə qayıdır. Xıdırlı sakinləri artıq Ağdam rayonu 4 yıl adlanan ərazidən yola salınıblar. Bir qədər sonra isə doğma kəndlərinə çatacaqlar. Ətraflı məlumatları bizimlə birbaşa bağlantılı olan əməkdaşımız Elnur Tofiq çatdıracaq. Elnur, söz sizdə, efirdəsiz. Bəli, azad torpaqlarımıza böyük qayıdış davam edir. Bugün Ağdamın Xıdırlı kəndinə daha 13 ailə, 48 sakin geri dönür və bildirmək istəyirəm ki, bugün geri dönən insanlar istisna olunmaqla artıq Xıdırlı kəndində 555 ailə, 2195 sakin məskunlaşmışdır və onlar üçün bütün şərait yaradılıb burada keçmiş məcburi köçkünlər üçün və görüntüləri sizə təqdim edirik. Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, bütün infrastruktur demək olar ki yaradılıb və bugünkü geri dönən insanlar da daxil olmaqla artıq Xıdırlı kəndində 568 ailə, 2243 sakin məskunlaşmış olacaq və geri dönən öz doğma yurduna qovuşan insanlar ölkənin fərqli məkanlarında, ağır həyat şəraitində, sanatoriyalarda, inzibati binalarda, yataqxanalarda tam 3-10 illikdən artıq məcburi köçkün həyatı sürmüş insanlardır ki, bugün artıq doğma yurda qovuşacaqlar və bildirmək istəyirəm ki, Xıdırlı kəndi Ağdamda sayca 3-cü yaşayış məntəqəsidir ki, öz sakinlərini qarşılayıb və Xıdırlı ilə paralel olaraq Kəngərli və Sarıcalı kəndinin də sakinləri doğma yurda qovuşublar və bu yaxın zaman kəsiyində artıq Ağdam şəhərinin də sakinləri öz doğma yurdlarına qovuşacaqlar. Biz də ASTV komandası olaraq bugün buradayıq. Doğma yurda tam 3-10 illikdən artıq bir müddətdən sonra qovuşan insanların təəssüratlarını öyrənəcəyik. Yəqin ki, qarşıdakı xəbər saatlarında süjetimiz də olacaq. Mənim isə Ağdamdan Xıdırlı kəndindən çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Çox sağ olun, Elnur, ətraflı məlumatları təqdim etdiyiniz üçün.